bu xəlifəlik mövzusunu gəlib bağlanan hamısı. Bunlar bu söhbətdə eləmək düzgün deyil. 14 əsrdə hələm indiyəcən adamlar var, söhbət edirlər o xilafəti, deyirlər, yox, filan kəs olmalıydı. Evet, tərk elə o söhbəti. Kim lazım idi, oldu. Amma kimi deyirsiniz, oldu da. Oldu da, nə olsun, birinci olmadı, dördüncü oldu. Dördüncü də gəlib, xəlifə istəyirlər, Əli ibn Əbi Talib dedi ki, mən xəlifə olmaq istəmirəm. Hanı Qədirxum? Deyər, daha yox. Ən azından deyərdi ki, incimişəm, məni seçmədiniz birinci Qədirxumda belə, heç hələ şeylər yoxdur, deməyib belə şeylər. İndi isə gəlin görək ki, Həzrət Əli əleyhissalam 4-cü xəlifə oldu, 1-ci xəlifə olmadı, nə baş verdi? Baş verən şeyləri gəlin deyim sizlərə. Əbu Bəkrin dövründə və Ömər ibn Xattabın dövründə Peyğəmbərin qızını şəhid etdilər, bu bir. Əbu Bəkir ictihədə fəəxtəə sözünü saldı meydana. Xalid ibn Vəlid getdi, Malik ibn Nüveyrənin, müsəlmanın başını kəsdi, arvadına həmən gecəsi təcavüz elədi. Ömər ibn Xattab Əbu Bəkirə dedi ki, ey Əbu Bəkir, buna səncüsar ilə cəzalandır bunu. Əbu Bəkir dedi, ictihədə fəəxtə, ictihad elədi və xəta elədi, boş ver getsin. Yəni zinakarı boşladı getsin. Odur ki, sünnilər, vəhabilər hal-hazırda hər bir adam ki, bunların müftilərindən, nə bilim alimlərindən, hətta onların o sahabələri şarab içirdi, zina eləyirdi, araq içirdi, nə oyundan çıxırdısa deyirlər ictihədə fəəxtə. Əmir əl-möminini öldürənə İbn Mülcəmə deyirlər ki, ictihədə fəəxtə. İctihad elədi və xəta elədi. Eybi yoxdur. Yəni bunların bu ictihədə fəəxtəsi Əbu Bəkirdən başladı. Bir bidət peyğəmbərimizdən sonra Ömər ibn Xattab həcc təməttüyü haram elədi. Təravih namazının cəmaət qılmağı bir bidət ünvanında dinə saldı. Həzrət Zəhranı öldürdü. İmam Əli əleyhissalamın xilafətini qəsb elədi. Hələ ondan da əlavə nə qədər bidətlər vardı, biz saydıqca gəlir ardı. Osman ibn Əffan nə iş gördü? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər o kəsi ki mürtəd elan etmişdi. Baxın, mürtəd yəni İslamdan çıxan, İslam dinindən çıxan. O kəslər ki, onları məhduru dəm hesab eləmişdi Peyğəmbərimiz və sürgün etmişdi. Məhduru dəm yəni qanı hədər. Yəni onların qanının heç bir ərzişi, önəmi yoxdur. Onlar öldürülməlidir. O adamlar ki, onları sürgün etdirmişdi Peyğəmbərimiz. Osman ibn Əffan öz xilafətinin dövründə onların hamısını qaytardı, getdi. Onlara mənsəb verdi, məqam verdi. İslam bölgələrinə məsələn bir vali göndərdi onları. Bəni Üməyyəni ən əsası Həzrəti Peyğəmbərimiz ki, Bəni Üməyyəni ləğn etmişdi və Quranda gələn şəcəri məlunə adlanan bir qövm tayfa. Onları ləğn etmişdir Peyğəmbərimiz, onları iş üstünə gətirdi. Və Osman ibn Əffan ki, onları iş üstünə gətirdi, Bəni Üməyyəni, Muaviyyəni, Yezidi, onun qardaşın, onları ki, gətirdi iş üstünə, görün nə bəlalar baş verdi. Muaviyyə çıxdı Əmir əl-Möminindən müharibəyə. Müharibəyə ki, qalxdı, xəvaricilər də çıxdı bu tərəfdən. Osman ibn Əffan öz zamanında nə qədər bidətlər yaratdı, bidətlər. Həcc təməttü haram etməsi, ləbbeyş deməsi, Muaviyyə həmçinin ləbbeyş deməyi, ləbbeyk Allahumma deməyi mən etdi. Nə qədər bidətlər, vallah deyirəm, saymaqla bunlar hələ qutarmaz. Qutarandır, amma yəni saydıqca gəlir dalı. Saydıqca gəlir dalı bunların bidətlərinin. Bax, Həzrət Əleyhissalam əgər birinci xəlifə olsaydı, bax, belə olmayacaqdı. Bu ki, İslam dünyasında bu qədər firqələrə bölündülər, bu qədər zəlalətə düşdülər, bunlar olmayacaqdı. Milyonlarla müsəlman, bax, 1400 ildən, 1400-ün əvvəlindən, Peyğəmbərimizin dövründən, Peyğəmbərimizdən sonra indiyə qədər milyonlarla insan, müsəlman ölümdür. Bax, bunlar olmayacaqdı. Osman ibn Əffan Muaviyyəni gətirdi ortaya, nə qədər firqələrə bölündü. Muaviyyə şiəsi oldu, Osman şiəsi oldu, Əli şiəsi oldu, nə bilim, Ayşənin ətrafına yığıldılar, xəvaricilər çıxdı. Bunlar heç biri olmayacaqdı. Bu müharibələr baş verməyəcəkdir. Və bu adam təməskürlə deyir ki, nə olsun, şiələr özlərini öldürürlər ki, Həzrət Əlinin xilafətini sübut edir. Birinci olmadı, dördüncü oldu, axır ki oldu. Hə, axır oldu. Amma əgər birinci olsaydı, heç vaxtda bunlar olmayacaqdı. Bu bidətlər, bu zəlalətə düşməklər olmayacaqdı. Sənin cavabın bax bulardı, bu söhbətlərdə. Öz tarix kitablarınızı, öz kitablarınızı açıb oxusanız, biləcəksiniz ki, əgər Əli olsaydı birinci xəlifə və onun ardınca Peyğəmbərin nəsli, 11 imam əgər olsaydı İmam Əli əleyhissalamın ardınca xəlifə, bu işlər baş verməyəcəkdi.